Salamünaleyküm dostlar. Buradan məni izləyən oğlanları, məni izləyən xanımların hamısına birinci növbə aqronlu salamlar. Azərbaycanın bütün güşələrinə aqronlu salamlar. Söhbət dostlar 3-4 günə ot bişmək başlayır. Ot bişmək üçün də belə kasilkadır, belə də texnikadır. O bişir bizdə qardaşım. Bu ot biçimi kollektivdir. Həm biçirik, həm toparlayırıq, həm bağlayırıq, həm gətirib məhəllədə çardağa da yığırıq. Söhbət ot biçimindən gedir. Əsas söhbət də ot biçimi bir illər 50 manat olacaq. Sotuğa da girirsənsə, sotuğu da 1 manatdır. Əsas söhbət bunlardan gedir ha. Dostlar deyirsiniz ki, bu qiymət niyə belə qalxdı? Qardaşım, səlyarka qalxıb, yanacaq qalxıb, nə bilim, zapças qalxıb. Əsas söhbət traktorisin pulu qalxmışdı. Əsas söhbət traktoristlərdən gedir ha. Traktoristlərə çatan pul da bir başqa siqaret puludur. Əsas söhbət traktoristlərdən gedir ha. Buradan da traktoristlərin hamısına aqronlu salamlar göndərirəm. Şəki rayonunun kasıb makleri aqronlu salamlar göndərir traktoristlərin hamısına. Söhbət ot biçimindən gedir ha. Əgər kimsə pişdirmək istəsə, Şəki rayon kasıb makleri ilə əlaqə saxlaya bilər. Söhbət də ot biçimindən gedir ha. Dostlar, əsas söhbət nədən getdi? Ot biçimindən. Allah Teala hamının bol məhsul versin, otunu bişdirsin, taxılını bişdirsin. Əsas söhbət ot biçimindən gedir.